Cədvəldəki uyğunsuzluğu müəyyən edin. Dalğalanmaq sözündə encisli samit qoşalığı var. Doğru fikirdir həqiqətən də. Çünki dalğalanmaq en samitindən sonra em gəldiyi üçün em kimi tələffüz olunur və qoşaq em samitləri var. Çalışqan sözünün deyilişi ilə yazılışı fərqlənmir. Bəli, fərqlənmir. Yanlış yazılıb, amma doğru yazılmalı idi. Deməli, ikini seçirik. Şəfəq sözünə saitlə başlanan şəkil çağırtırdıqda qılğı əvəzlənməsi baş verir yazıb, yanlışdır, doğru yazılıb amma. Deməli biz üçü də seçirik, çünki şəfəq alınma sözdür. Alınma sözlərə saitlə başlanan şəkil çağırtırıldıqda əvəzlənmə baş vermir. Nərə sözünün iki tələffüz forması var. Bəli, bir nərə, bir də nərə, yəni əl saiti uzandıqda sözün mənası dəyişir. Yanlış yazılıb, amma doğru olmalı idi. Deməli, 4-ü də seçirik. Cavabımız 2, 3, 4 olacaq. Deformasiya sözünün deyilişi ilə yazılışı arasında bir fərqli məqam var. Bəli, o saiti A kimi tələffüz olunur. Həqiqətən də doğru fikirdir.